Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Azərbaycan Respublikasının əvvəlli günə əsr olmuş milli futbol turniri və bu görüşdə Dini Futbol Məktəbi ilə Xan kollektivləri üzrə iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Kim bilir, maraqlı məhsuldar oyunu şahidi olacaq. Qara formada biz Dini Məktəbini, qırmızı formada isə Xan kollektivini görürük. Aydın Qasımovun yetirmələri bu görüşdə nə edəcəklər? Hansı ki, ötən turlar ərzində qələbə və bərabərliyi ilə yadda qalıblar. Sıx orada! İlk həmlə, ilk cəhd. Orada müdafiəçilər müdaxil etməyi bacardılar. İndi Xan oyuncular topu müdafiədən çıxarmaq istəyirdilər. İbrahim Qarayev, Cahid. Pas, bana dəyişə bilərik. Yaxşı. Sürətli başladım da yüksək tipdə qarşılaşma izləyəcəyimizə müjdədir. Hərsə ki, saat heyətlə də siz tanış edə bilərəm. Qapıda biz görürük Murad Əzizlini, müdafiədə hər zaman olduğu kimi Elmi Məmmədov və birgə Yusuf Mübarizə var, Yusuf Əzimzadə. Mərkəzdə İbrahim Qarayev, hücumda isə biz görürük Məhəmməd Yunisovla Cahid Əhmədovu. Təbii ki, vəziyyətmələr dəyişikliklər başladığı zaman bunu nəzərinizə çatdıracağım. İndi Xanın əks həmləsi ola bilərdi Elmi Məmmədi. Keçid vermədi. Məhəmməd Yunisov. Cahid'e köməyi çatdı. Qarşılı top etkisizlədik Yusif. Yaxşıdır, 100 qələb yox, 100 qələb yox. Birə-bir oynuq Yusuf, birə-bir. Maçda kimi tutursa, ayız sağ ol. Top ələ keçirməyə bacardılar, zərbə. Toxunuş var idi və korner olmalıdır. 2-3-dən zərbə. Dini Məktəbi korneri yerinə yetirəcək. Ötürməklə sanki başladılar, bəl. Elmin bu bir ev tapşırığı da zərbə. Geçmədə əksəmli ola bilər. Cahid araya girdi, Cahid Əhmədov. Top özünü irəli buraxdı, daha sonra həmlə etmək alınmadı. Qapıdan zərbə. Elə ki, qolsuz bərabərlik var qarşılaşmada. Dini Məktəbinin həmlələri daha çox olub. Amma topu çəkəyə yollama mümkün olmayıb Emil. Məhəmməd Yunisov aldadıcı cəhdlər, ötürmə. Alınmadı. Yusuf Əzimzadə. Ən geriyə Murad Əzizliyə doğru ötürmədi bu. Golkiper oynadı. Geridən qurulacaq həmlə. Elmi Məmmədov. Bir-bir aldatdı rəqiblərini. Daha sonra topu özünə bir qədər əli buraxmışdı. Rəqib topu ələ keçirməyi bacardı Xanın həmləsi. Yusuf Əzimzadə təzimkarlıq göstərdi. Sürüşmə fəndi ilə topu meydandan çıxardı. Hətta topu rəqibinə vurub meydandan çıxarmağı bacarmışdı. Murad Əzizli, Yusuf yenidən. Bir ara ötürməsi Elmi Məmməddir. Cinahda İbrahim ötürməsi istəyirdi. İbrahim Qarayev. Topu müdafiədən çox yaxşı çıxardılar. Məhəmməd Yunisov və gol! Hesab açılır. Dini Məktəbi artıq görüşdə öndədir. 1-0. Görür, rəqibin buna cavab olacaq mı, yoxsa Dini kollektivi fərqi artırmağa davam edəcək. Dini Məktəbi 1, Xan 0. Qolun müəllifi Məhəmməd Yunisov oldu. Elmi Məmmədinin ara ötürməsində, məhsuldar ötürməsində Yunisov topu torlara yollama bacarmışdı. İbrahim Qarayev. Ən geriyə Murad Əzizli. Elmin. Qarşılıqlı mübarizə izləyirik. Yusuf Əzimzadə. Cahid Əhmədov bir-bir irələdi. Daha doğrusu rəqiblərini bir-bir aldatmışdı. Məhəmməd Yunisov da bir həmlə. Qapıcı təkrar zərbə, arda-arda çəkdilər və gol. İbrahim Qarayev tamamlamağı bacarır. 2-0, 2 cavabsız gol var artıq görüşdə. Golun müəllifi isə İbrahim Qarayevdir. Diniyev Məktəbi 2. Xan 0 idi. Xanın həmləsi olacaq.
Yusif rəqibə mane olurdu. Ardada cəhdlər. Elini uzaqlaşdırma bacardı Məhəmməd Yunisov. Görüşdə hesabı açmışdı. Yunisov yaxşı irələdi. Ver üzrə, başla qal. Həmlə cəhdi Murad Əzizli yerindədir. Qapısını toxunma saxlamağı bacardı. 10 dəqiqələr ərzində rəqiblərinə keçid verməyib. İbrahim Qarayev yaxşı ötürmələrlə topu müdafiədən çıxardılar. Sürətli bir hücum şansı ola bilər burada müdafiəyə. İbrahim Qarayev aldadıcı cəhd bir rəqibini yola saldı ötürməyə Məhəmməd Yunisovdan öncə. Müdafiənin toxunuşu vardı. Fərq bir qədər də arta bilərdi. Yusif Əzimzadə. Məhəmməd Yunisovdur. Məhəmməd. Zahid təmlə etmək istədi, zərbə indirmək istədi, alınmadı. Qoy ayağa başlasın. Başla ayağa başlasın, qoy. Zahid qoy ayağa başlasın, Zahid. Zahid qoy ayağa başlasın. Yerə şurası. Hara gəldi ya. İbrahim. Kim ortaya top? İbrahim Qarayev. Aldadıcı cəhdlər, zərbə. Keçmədi təkrar həmlə. Cahid idi. Cahid Əhmədov zərbə indirdi. Top qapıdan aralı keçir. Sanki yağ xəttə top hərəkətliyi qazanmalıdır. Bəli, referinin qərarı bu yöndədir. Bir daha xatırladıram, Diniyev futbol məktəbi 2-0 hesabı ilə öndədir. Rəqib Xan önündə. Yunisov. Cahidə düşünürdü, yəqin ki alınmadı. Yunisov özünü çatdırdı, top meydanda saxladı İbrahim Qarayev. Məsələ bu ikili dəqiqələr ərzində fərqlənən oyunçular olublar. İbrahim Qarayev qaydalı pozmuşdu. Emir, sen geçmişsen top yok basın. Bana geçsen. Evet. Yerinde oyna. Xan əmrəsizlik, standart vəziyyət. Burada Əzizli, Yusif Əzimzadə Cira boyunca irələdi, rəqibini aldatmağı bacarmışdı. Ara ötürməsi müdafiənin toxunuşu vardı Elmi Məmmədli. Gözlətmədən daha bir ara ötürməsi keçmədi. İbrahim Qarayev araya girmək istədi. Qarşılıqlı mübarizə izləyirik. İbrahim Qarayev çıxarma bacardı, ötürməsi də heç pis sağlanmadı. Məhəmməd Yunisov. Səmti də dəyişmək olar. Aldadıcı cəhdlər. İbrahim Qarayev. Yunisov. Yusif. Korner. Görüşdü ki, əvəz etmək Xan adına baş tutur. Ya İbo, Emir. Ulan! Kollektivini baş məşqçi dəyişikliklə yadda qaldı. Yusif ötürməyə zərbə. Zahidin cəhdini izlədik orada. Müdafiə toxunuşu və daha bir korner. Başla! Sanki daha bir əmin olmalıdır. Böyle referdə bunu xatırlatmasını edir ki, məhz Diniyev kollektivi yan xəttə top oyuna daxil etməlidir. Ötürməklə başladılar. Yusif Əzimzadə aldadıcı cəhd. Sağ ol Yusif. Elmi Məmmədli dedi topu yenidən qazanmaq istəyir. Səhvini düzəltdi. Keçid vermir. Sürüşmə fəndi ilə topu meydandan çıxarmağı bacardı. Yan xəttim. Xan kollektivi top oyuna daxil etməlidir. Ötürmək isə Yusif. Bu arada oyuncu dəyişikliyində başlı Anar Ərzumanov meydanda eləməz. Topla irəlilədi. Anar zərbə, təkrar həmlə. Arda cəhdlər. Keçid vermədilər. Daha bir cəhd. Canlı səd qurublar sanki qapı önündə. İsraf eləmə.
Молодец. Arkaya gitmeyiz. Молодец. Молодец. Qeyd edim ki, məhz Anar Ərzimanov Məhəmməd Yunusova vəzləyib qarşılaşmadakı ilk qolun müəllifini. Aydın Qasımov heyətində belə bir əvəz etməklə yada qaldı. Elmin Məmmədli geriyə doğru ötürmə Murad Əzizli. Direvin Ulküper Elmin da rəqibini aldatmağı bacardı. Anar Ərzimanov özünə bir qədər ələ buraxır Yusif Əzimzadə. Yusif yaxşı irələdi, ötürmə, zərbə. Usta молодец, usta. Anam, davay, yaxşılara. Kapsı var. Murat. Elmin ötürmə İbrahim Qarayev. Sağ qaldı. Nəmləsi orada Elmin Məmmədli müdaxilə etməyi bacarmışdı. Anam çarpı. Anam değil. Götür zərbə. Yusif. Aladı. Aldatma bacardı rəqiblərini. Yusif Çiraq boyunca irələdi. Ötürmə. Zərbə lazımdır. Cahit. Lazımlar bura. Bir saniye. Yok Yusuf yok. Emiş'e. Emiş 1-2. Elminin zərbəsi top qapıdan yan keçir. Görüşdə bir daha xatırladıq Dinə məktəbinin 2-0'lık üstlüyü var. Xan önündə. Yere düşmesin. Eski daha taş. Taşın ortasında. Elmin. Yaxşısan. Bir daha. Cahit araya girdi. Top rəqibi. Tamam oynayın. Rəqibin ələ keçirməsinə imkan vermədi. Anar Ərzumanov. Yaxşı çöndü Anar. Ana pas. Neyse bir qədər gecikdi. Emiş var. Ağıllı. Elmin Məmmədli. Görək nə edəcək. Aldadıcı cəhət rəqibini çox yaxşı aldatdı. Elmin. Ay sağ ol belə. Solakaya oyuncudur. O tarafa çayda. Zərbə imkanını itirdi. İndi komanda yoldaşlarını axtarır. Bu bir ötürmədir. Cahidə doğru Cahid. Bizde kalsın. İşte bizde kalsın. Yusif Əzimzadə meydan tərk etməyib. Mübarizə davam etməlidir. Elmin. Bir ara ötürməsi yaxşı alanda. Anar Ərzumanov. Ay. Cahidlə bir-birlərinə başa düşmədilər. Yere düşmesin. Elmin topladı. Elmin Məmmədli ötürməsi də yaxşı alındı. Cahid. Çevirə bilmədi qapı önünə. Cərmə meydansız səndəvərində 2 komanda yoldaşı var idi, alınmadı. Xan əmləsi Divar oyna bilen. müdafiədən çıxarmağa çətinlik çəkirlər. Oyna. Əksüm şansı. İbrahim Qarayev özünü çatdırdı. Bir toxunuşla topu meydandan çıxardı. Kanadına demlə izləyəcək. Ha indik. Peki. İbrahim Qarayev. Murad Əzizli. Elmin. Görə nə edəcək? Bir uzun ötürmək istəyib. Anar araya girmək istəyirdi. Zərbə keçmədi. Elmin. Cahidə doğru ötürmə. Cahidə Əhmədov. Yusif topla irələdi. Sağ cinah boyunca Yusif zərbə. Deydi. Hər kəs intizarda saxladı ama nəticə hasil olmadı. Çox yaxşı irələmişdi məhz. Heç də zərbəsi pis alınmadı amma dirək topun torlara yolunmasına mane olur.
uzaq küncü nişanlanmışdı Yusuf Əzimzadə. Başla hocam. Elmi Məmmədov sol ayaqla qüvvətli zərbə keçmir. Yaxşı demiş, yaxşıdır. Direv adına ard-arda əmrləri izləyirik. Öndə də pressiya getməyə başlayıblar topu qazanmaq üçün. İbrahim Qarayev bacardılar bunu. İbrahimin zərbəsi və qol. İbrahim Qarayev. Dubledir komandasının üçüncü özünün ikinci qolu. Dinev 3, Xan 0. İbrahim Qarayev əvəzləndi. Digər qolun müəllifi Məhəmməd Yunusov yenə meydana qayıdır. Da qeyd edək, Elmin yaxşı elədi Elmin. Messi toxunuş var, korner küncdən zərbə. Daha bir standart vəziyyət izləyəcəyik. Daha bir duran top şansı görək bunu necə dəyərləndirəcəklər. Cahid Əhmədov topun arxasınca yollandı. Zərbə meydançası səndəvərdə 3 komanda yoldaşı var idi. Yusuf Əzimzadə. Səmti dəyişdi. Anar Ərzumanov. Yaxşıdır Yusuf, yaxşıdır. Məhəmməd Yunusov. İşte hesabı açmışdı. Yeri gəlmişkən qeyd edək. Ştraf eləmə. Ştraf eləmə. Anar Ərzumanov. Anar Cahid. Görək nə edəcək ötürmək istəyir. Qarşılıqlı mübarizə izləyirik. Bizim Emiş var. Emiş var. Allah. Biri bir. Soluma çek. Elmin. Aysa. Tabii. Falan bir daha. Nelersin Murat? Ən geriyə Murad Əzizli. Güzel. Elmin topla irəlilədi. Arı ötürməsi. Yaxşı alındı Yusuf Əzimzadə. Qüvvətli zərbə. Yaxşı. Top qapıdan yan keçir. Son anda bir toxunuş da var idi. Odur ki, küncdən zərbə. Məhəmməd Yunusov. Arkaya koy başla. Neredeymiş? Elmin sol ayaqla zərbə. Kesit vermədilər. Daha bir çət. Yaxşı, Emiş, yaxşı. Bir daha xatırladıq. Dinev məktəbi 3-0 hesabı ilə öndədir. 3 cavabsız qol var görüşdə. Dinev 3, Xan 0. Məhəmməd Yunusov və İbrahim Qarayev qolların müəllifləridir. İbrahim Qarayev dubl edib. Hərçən ki, ilk qolun müəllifi də bir qədər əvvəl bəhs etdiyimiz kimi Məhəmməd Yunusov olub. Geç Cahit, atlam. Cahid təzyiq edirdi. Cahit, gel burada oyna. Gel burada. Otur. Oyna burada. Gel burada. Hadi, Emiş var. Yunusov. Elmin. Ötürməsi. Məhəmməd. Allah. Cahit. Allah dokma. Əhmədov. Ay sağ ol, Allah. Sakla bir de Allah. Allah değil. Yaxşıdır. Emiş. Yusuf başla Yusuf. Ev yok. Elmin araya girməyə bacardı Yunusov. Şut söndü, ayaq saxladı. Süper maçta kal. Emiş var. Yerine bak. Elmin. Kaçır. Gidiyoruz. Məhəmməddir. Məhəmməd Yunusov. Geridən Elminlə oynadı. Oy. Elmin rəqibini aldatmağı bacardı. Elə də topladı. Ötürmə. Yerine var Emiş, yerine.
Barı olaraq meydanı tərk etdi məhz Xan kollektivi. Atın topuna daxil etməliydi. Burada Cahid hədiyyə idi bu. Cahid də gözləmirdi bu ötürməni. Bir qədər ram edib rəqibi də aldadıb zərbə indirə bilərdi. İştiraf eləmə düşün. Təzyiq var. Təzyiq öz bərəsini göstərdi. Qazandılar Cahid. Yere sal topu. Yere sal topu. Yere sal topu. Ay sağ. Yunisov. Gider ya buradan. Ev yok, hemşi yaxşı, ev yok. Başlağa, geç sağa. Ev üstü ortalarına biraz, ortalarına duyun. Ay sağ. İki səni yavaş-yavaş sonlardan yaxınlaşırıq. Bax, xatırlatmasını edək. Artıq 22-ci dəqiqə oynanılır. Meydanı tərk edib orada, bəli. Sahip! Sahip! Yusuf Əzimzadə. Görək nə edəcək. Feyk atdı rəqibinə Cahid. Girdiyi topu yenə qazanmaq istəyirdi. Nail oldular. Yunisov hələ də mübarizə aparır. Əzimkarlığı ilə feyklənir. Məhəmməd Yunisov yerdə qalsa da məhz mübarizəsini davam etdirdi. Bu arada İbrahim Qarev yenə meydana daxil oldu. Cahid Əhmədov əvəzləndi. Elmin, İbrahim Qarayev. Rəqiblərlə mübarizə aparır. İbrahim Oğulsa. Fin tərəf, fin. Qarayev. Yaxşı. Hemşatçı. Topunun almaq mümkün olmadı. Sanki ayağına yapışıb. Başlağa, bırak onu. Yunisov, İbrahim. Bizde kalsın. Başlağa. Senin işin oradır. Yakup! Yakup! Allah. İbrahim ötürməni oxumuşdu, araya girdi İbrahim. Ötürməsi Məhəmməd Yunisov. Zərbə keçmədi, təkrar əmlə lazımdır, Anar. Arada cəhdlər, qapı önündə sanki canlı sədd qurulmuşdu. Burada isə birbirlərinə mane oldular Elmin və İbrahim. Yere çıkmasın ha, yere çıkmasın. Hər ikisi zərbə indirmək istəyirdi. Anar Əzimanov. Yusuf Əzimzadə. Yusuf rəqibini aldatma bacardı. Top meydandadırmı? Sakin. Rəfəri bildirir ki, top meydanı tərk edib artıq. Hatta qeyd edək ki, təxmin olaraq Birebir. dəqiqə yarım. Birebir. Bəlkə də daha az. İlk hissənin son cəhdləridir. Yerən Yusuf yoxladı. Artıq 13-cü əmləsi də biri dirəkdir. İkisi məhz qapını azazıq fərqlə. Meydanı tərk edib. Hətta referi ilk hissəni bitirdi. Tekin atarsın. Ne var ne? Dinləyə məktəbi fasilə 3-0 hesabı önündə yollanır. Fasilədən sonra yenidən bir yerdəyik.